deməli, migren, baş ağrıları, boyun ağrıları, bax, bütün ağrılar çox xüsusi bir məcunumuz var, məlhəmimiz var. Yəni, apteklərdə deyirəm, bunların hamısı Seyfəddin doktorun hazırladığı məcunlardan. Bu, üzdəki qırışlardır, prişiklərdir, sızanaqlardır, dərdəki qurumalardır, onları aradan qaldıran ləkələrdir. Nəinki üz, hətta kürəkdə, bədənin müəyyən yerlərində olan səpkiləri belə aradan qaldırır. İrinli yaralara belə kömək eləyir. Sədəf xəstəliyi. Sədəf xəstəliyi, yəni Dəmirov, Bəli, dil arasında deyirlər. Dəmirov xəstəliyi üçün, hər növü üçün bizim belə gözəl bir məcunumuz var. Doktor hazırlayıb. Sonra bizim burada doktor. Oynaq ağrıları, baş ağrıları üçün. Oynaq ağrıları, bel, boyun, baş ağrıları üçün nəzərdə tutulub belə bir məlhəmimiz hazırlanıbdır. Bu məlhəmlərin hamısını Seyfəddin doktor şəxsən özü hazırlayır. Sonra oynaq ağrıları. Bu sırf oynaq ağrıları üçündür. Diz qapaqlarıdır, qoldur. Artroz, artrit, yəni oynaqlar üçün yırtıq, çox sinir sıxılması. belə təsirli bir. Bu da bədəndə olan yaraları, ləkələri, Bu sağalmayan yaralar, ləkələr, səpkilər ki var. Bax, onlar üçün belə bir məcunumuz da var. Və gəldik nəhayət ki, bu məcunumuza immuniteti gücləndirir, qan azlığını aradan qaldırır ən əsası. İnsanda cinsi həvəs yaradır, cinsi güc artırıcıdır, sonsuzluğu aradan qaldırır. Deməli, bunun tərkibini saymaqla bitmir. İçində qoz, fındıq, badam, püstə, ondan əlavə arı məhsulları, mumya, arı südü, sonra avokadonun yağına qədər içində var. Alıb istifadə eləməyinizi tövsiyə edirəm.